belki size şiir diyeceğim ama уже şiir olmayacak. Bu podcast'ta gelecek. Galmagal. Ну ты tupay. Böyle okuyorum. Bu da spoiler. Guest, Gaslighting. gaslight. Yeah, gaslight. Best. Artık best. Anton Fürstand, emektar artist. O kimdir ki? Bugün ehtiras, faciə, gözəllik və mikrofonsuz belə bütün zalı doldura bilən səslər dünyasına Azərbaycanın əməkdar artisti Anton Fürstand ilə birlikdə səyahət edəcəyik. Təklifimi qəbul edib gəldiyiniz üçün minnətdaram. Çok sağ olun ya. Ben de minnettarım. Bugün sizi həm Anton olaraq, həm də canlandırdığımız obrazların ruhları arasında dolaşarkən tanımağa çalışacağıq. Həmçinin də oyunlarımız, obraz canlandırmalarımız var. Ümid edirəm ki, xoş vaxt keçirəcəyik. Hazırsınızsa Ben başlayaq. hazırım. Anton nöqtə adamdır. Ah. Cümləsində boşluğa hansı sözün qoyulması sizi xoşbəxt edər? Büyük adam. Niye göre? Çoxsu mənə deyirlər ki, Anton səni görəndə deyirik ki, Anton büyük adam, büyük insan, büyük adam. Yəni bu çox mənim üçün çox xoşum gəlir bu belə deyəndə. Sonra bir dənə tanış var, ki həmişə məni görəndə deyir ki, Anton Kral. Niyə görə? Səhnədə məni görüb mən kral rolu oynayırdım. Dedi ki, sənə bu rollar, bu obrazlar sənə çox qəşəng yaraşır. Sizə şiir diyeceğim ama уже şiir olmayacak. Bu podcast'ta gelecek. Mən həmişə məsələn deyim, birinci rol oynayıram, ikinci rol oynayıram, üçüncü rol oynayıram. Mən həmişə belə məşq eləyirəm, yəni ki, mən belə hazırlayıram bu rolu. Səhnədə mən kral olum. Kral yəni başa düşürəm, yəni belə çox pafos sözdür. Amma yəni ki, kral olmaq aktyor üçün yaxşıdır. Niyə görə? Aktyor olmalıdır. Egoist yox, amma onun ambisiyaları çox olmalıdır. Niyə görə? Səhnəyə çıxmaq üçün ambisiya olmalıdır. Niyə görə? Sən çıxırsan səhnəyə, əgər sən səhnəni qorxursan, bu sənəti qorxursan, oxumağı qorxursan, oynamaq qorxursan, səni baxışın sözümə görə hamı səni yeyəcəklər. Niyə görə? Səhnənin arxasında xor yanır. Operada, biz operadan danışırıq. Operada insanlar onlar da oxuyurlar, onlar da artistdirlər. Onlar da səni yeyəcəklər. Kimsə sən 100% iş edəcəksən, kimsə xordan deyir, nəsə pis oxuyur. Nəsə zil notu yaxşı götürmür. 100% kimsə bu sözü deyəcək. Həm də orkestr var. Orkestr da insanlar kim orada çalışır, o da musiqiçilərdir. Onlar da bilirlər ki, fikirləşirlər, o nəsə yaxşı oxumur, nəsə onlar da səni yeyəcəklər. Gözləri ilə yeyəcəklər səni. Sən orada 100% itirəcəksən səhnəyə çıxanda. Bir dənə də var tamaşaçılar. Zal. Tamaşaçılar bunu 100% hiss eləyirlər. Əgər sən səhnəni qorxursan, akula kimi səni yeyəcəklər. 100%. Mən deyirəm. Ona görə səhnə üçün aktyor öz ambisiyaları çox olmalıdır. Sən səhnəyə çıxanda özünü göstərməlisən. Sən özünü sevməlisən, amma bu sənətdə sevməlisən özünü. Başa düşürəm. Egoist çox sözdür, amma sən özünü sevməlisən ki, yəni bu sənətə mən layiqam, mən düz yoldayım, mən həm də məşq eləmək lazımdır ki, yəni ki, səhnəyə çıxanda özünü qəşəng göstərərsən. Öz səsini, öz aktyorluğu, öz hərəkətləri hamısını göstərməlisən. Yaxşı tərəfini. Opera sənətçisi olmaq şəxsi həyatınızda sizə necə təsir edir? Drama queenlik yaradır ya da yəni hissləri dərindən hiss edirsiniz? Mən deyirəm,
gözüm də bəli. Niyə görə? Niyə? Məsələn, operanı o təzə öyrənəndə mən onları hamısını məşq eləyəndə dərinlik mən çox hiss eləyirəm. Niyə görə? Eee, hərdən də hərdən də belə olur. Məndə səhnə var, payaçı da oynayıram. Orada biz bayaq danışırdıq. O zorla alıram Neddanı. Səhnəni tərk eləyəndə onu necə hiss elədim? Ağlamadım. Amma gözümdən как Yaş gəldi. yaş gəldi. Слёзы потекли. Yaş gəldi. Mən belə məndə çox emosiyalar çox çıxdı. Və Mən öz-özümə, no, özümə yox, bu Tonioya da bəli. belə çox nifrət elədim. Aaa, mən belə düşündüm ki, bu emosiya niyə görə mən o Tonioya nifrət elədim? Niyə görə? Həm o vaxtı deyəsən təzə qızım olub, yəni anadan olmuşdu mənim qızım. Mən də bu hissəni mən yaşadım. Elə bildim ki, bu təsəvvür elədim kimsə onu zorla alma mənim qızım. O hamısını bir yerdə birləşdirdi. Mən də çox bu Toniya nifrət də elədim. Amma mənə mane oldu. Mən ondan sonra tamaşanı biraz güclə davam elədim. Niyə görə? Çox emosional oldum. Oxuyuram. Necə deyirlər, Komqoro podошёл. Burada o kişilər Hı. o ağlayanda Bəli, bəli, bəli. ağlamırıq. Biz burada koma olur da. Hı hı. Mən də səhnəyə çıxdım, görürəm oxumalıyam. O gözüm belə ora yaş deyil, amma gördüm burada. Bu da mənə mane olur, oxuya bilmirəm. Ona görə emosional biraz o da mənim üçün dərs idi. Mən o vaxtı başa düşdüm ki, yox, emosiyalar biraz tutmaq lazımdır iplə. Öz iplərini Hə, saxlamalısın. hə. Çox maraqlı cavab idi açıqcası. Çünki burada belə deyim, aktyoru əslində biz səhnədə təbii ki, sizin bizə göstərdiyiniz qədər görürük və biz səhnə o qədər böyükdür ki, biz aktyorun hisslərinə qədər bəzən görməyə bilirik və yaxud ki, səhnədə eyni anda bir neçə dənə aktyor varsa, biz hər birinə eyni necə deyim, mərcəkdə eyni anda baxa bilmirik. Və aktyorun necə hisslər keçirdiyi də məncə izləyicilərə çox maraqlıdır ki, o necə canlandırdığı obrazı Hı. görür. Çox sağ olun bunu paylaşdığınız Çox üçün. Gerçək həyatda hansı opera personajı olmaq istəyərdiniz? Bu həm canlandırdığınız, həm də bəlkə indiyə qədər heç canlandırmadığınız obrazlardır da deyə bilərsiniz. Deyəcəm, mənim çox xoşum gələn obraz Caniskiki. Puccini operasından Caniskiki. O biraz Caniskiki, o biraz aferist, biraz yox. Orada əsl aferist. Həm də hər dəfə bu həyatda öz özün üçün, həm də özün üçün, qızın üçün orada belə tamaşada belə qoyulub. Yol tapır. Yol tapır, həm də uyğun yol tapır. Çox belə lёгкий də bu rusca deyirlər. Asanlıqla. Və asan yolu tapır. Hı. Buna görə məsələn mən Caniski kimi olmaq istəyərdim. Mən istəyərdim. Mənim arzum bəlkə bu yaxınlarda biz onu təzədən qoyacağıq teatrda. Çox istəyərdim bunu oynamaq. Amma indi mən başqa cür onu oxuyardım. Başqa cür oynayardım. O vaxtı mən biraz Andrey Mironov kimi oynamışdım. Mən belə düşündüm ki, Bəli. onu eləməyə belə Bəli. Ostap Bender kimi məsəl oradan götürdüm. Bəli. 12 Stulyevdə oradan götürdüm biraz özüm üçün. Amma indi mən başqa cür oxuyardım. O deməyəcəm. Onu artıq gözləyək də tamaşada səhnələşsə. baxarıq. Bu çox maraqlıdır əslində dediyiniz şey. O deməkdir ki, obraz bir çox insan düşünür ki, bu fərqi yoxdur. Kitabdır, pyesdir, obraz orada necədirsə, aktyor da ona uyğunlaşmalıdır. Bəli. Amma o deməkdir ki, biz əslində onu başa düşdük ki, aktyorun özü şəxsi həyatı, özü necə inkişaf eləyirsə, o obrazı əslində özünə də çevirə bilir. İstədiyi kimi çevirə bilir. Bəli.
Amma əslən düşünürəm ki, bütün aktyorlar eləyə bilmir. Bunun üçün də ustalıq lazımdır. Əlbət. Yəni, Onun ustalıq lazımdır. Ustalıq, yəni o ustalıq belə sözdür ki, həm də belə deyim sizə, ustalıq yəni ki, bayaq mən danışdım, 29 yaşında mənim ustalığım başqa cür idi. Yəni mən nəsə amma nəsə çatmırdı. İndi ustalıq çoxdur. Onu mən deyirəm, mən başqa cür onu eləyəcəm. Bəlkə 10 ildən sonra mən deyəcəm, onun da bəli, ümumiyyətcə bəli, başqa cür bəli. elədim. Yəni belə deyək də, Anton inkişaf etdikcə Bəli. personajlar da inkişaf inkişaf eləyir. edir. Çox gözəl. O doğru sözdür. Bəli. Mən sizə absurd vəziyyətlər Aha. deyəcəm. Siz də istədiyiniz opera personajı kimi bunları canlandıracaqsınız. İstəyirsiniz bunu oxuyaraq, istəyirsiniz sadə səslə, amma Olar, yenə də olar. bu personaj, hər hansı bir personaj kimi. Ha. Dostunuz sevmədiyi toksik bir əksinə geri qayıdır. Siz öz həyatınızdan da bunu düşünə bilərsiniz Aha. və hansı o dost ki, Onlar sırf rusca siz- oxuyun. əlbəttə ki, özü bilirsiniz necə? O bəzi dostlarımız olur, hani durmadan öz eksi haqqında danışır ki, belə pis idi, belə toksik idi. Sabahsı gün isə şey, biz artıq Yenə barışdıq. də barışdırdı. Hə. Mən əgər opera ifaçı kimi mən onu oxuyardım. No ты тупой. Belə oxuyardım. Çox gözəl, əslində tam da gözlədiyimiz tam anlamıyla. Amma sözün düzünü o deyən insana mən belə deyəcəm. Belə də oxuyacam. Belə də onlara elə Nə? cavab verməliyik. Təşəkkürlər. Bəs açsınız, yemək sifarişinizi gətirən kuryer sizi tanıyıb, sizinlə şəkil çəkdirmək Aha. istəyir. Amma telefonu donub açılmır və siz çox açsınız və o nə sizə yeməyini verir, nə də ki Mən çox Sizdən ac əl çəkir. olanda oluram, şeytan kimi oluram. Mənim yoldaşım onu 100% bilir. Yəni bilir mən məsələn işdən sonra gələndə acam, gəlmişəm, o heç mənlə danışmır. Bilir ki, heç də sual verməyə lazım deyil. Kişini yedizdirməyə lazımdır, sonra danışmaq. Gətir mənim yeməyimi, gətir. Acımışam artıq. Belə oxuyacam. İstəyirəm ki, münasibət qırılmasın. bəli. Bəlkə gətirməyəcək, başqasını necə gətirəcək. Həm də belə şey olur ki, ofisiantlar yeməyə ona görə biraz Yaxşı saxlamaq da lazım. lazımdır. Hər hansısa bir insan bilmədiyi mövzuda sizə nəsə öyrətməyə çalışır. Aha. Burada çox sadə cavabdır. Bəsdir də. Bəs. Bu heç də oxumaqlıdır. Prosta bəs. Artıq bəs. Gəlin biraz sənət və opera haqqında danışaq. Bu işin içində olan və xüsusilə peşəkar və uğurlar qazanmış bir insanın fikirləri düşünürəm bütün sənətsevər insanlara çox maraqlıdır. Niyə operada bütün hisslər ifrat dərəcədə göstərilir və xəyanət əsas mövzu olur? Bəstəkarlar, həm də libretist belə yazıblar ki, bu hissələr insanlar üçün çox önəmlidir. Həm də bu hissələr çox acılıq verir, həm də ağır hisslərdir. Ağır hisslərdir. Ona görə mən belə düşünürəm ki, bəstəkarlar istəyirlər ki, acılıq versinlər insana. Operaya gəlməsinlər. Yox, gəlsinlər. İnsanların sənətə niyə ehtiyacı var? Həkimlərə, mühəndislərə, təmizlik işçilərinə ehtiyac mütləqdir. Bu baxış bucağından baxanda sənətçilərə ehtiyacı necə dəyərləndirirsiniz? Yəni ki, opera sənəti. Ümumiyyətlə bütün səhnədə olan bir şey. Yəni çox insan belə düşünür açıqca. Həkim olmasa insan ölər. Mühəndis olmasa infrastrukturu olmaz, binalarımız olmaz. Təmizlik işçisi olmasa hər yer çirkli olar. Çox insan düşünür ki, sənətçiyə nə ehtiyac var? Mənim həyatımda nə əks olar?
var, var. Sizə var. tamamilə qatılıram. Sizcə necə, nədir ehtiyacı? Mən deyim sizə, amma bu öz mənim sözüm deyil. Aaa, bu söz mən eşitdim. Bəlkə baxmısınız, kinofilm var. 1+1. Hı hı. Неприкасаемые. O fransız Hı hı. kinodur. Bir dənə şey nə bizim üçün, Azərbaycanca bilmirəm o sözdür, bissmərtiyə verir. Sənət də belə şeydir ki, yəni ki, biz burdan gedirik, yəni ki, burada qalmayacağıq, amma sənət qalacaq. Sənət niyə lazımdır ki, iz bizdən sonra iz qalmalıdır. Bu ölməz bir şeydir mənim üçün. Hı hı. Yəni ki, bu sənət, opera, olsun, rəssamlıq, memarlıq, yəni ki, bu hamısı, bu musiqi, bu bizdən sonra qalır. Həqiqətən belədir. Yəni ki, belə tutaq ki, bəstəkarlar operalar yazıblar, amma biz uje neçə il, neçə 100 illər keçib, amma biz onu oxuyuruq, bunları yaşadırıq. Bəli, Ona hər görə bir, xalqın mədəniyyətinə, irsinə əlbət, çevrilir əlbət. və onun, artıq damğasına, imzasına çevrilir və onu çox yaxşı başa salır. Çox gözəl cavab idi, Hı təşəkkür -hı. edirəm. Gəlin biraz müasir dünyadan danışaq və müasir Danışaq. dünyanın Hı. trendlərindən və, emm, 100% TikTok bizdə olacaq. tamamilə haqlısınız. Çünki, biz cavan deməyək, bizdən cavan, Aha. bizdən cavan, Biz də insanlar cavanıq. bizdən cavan, insanlar, Aha. aaa, və müasir dünyada 15 saniyəlik TikTok videoları trenddədir. İnsanların buna görə də diqqət müddəti çox qısalmış bir Hı dövrdəyik. -hı. 3 saatlıq operanı təqdim etmək və yaxşı mənada satmaq və sevdirmək sənətçidən hansı super gücü tələb edir? Bu insan kim ki gəlir operaya, birincisi başa düşür ki, bu təbiidir. Təbii səs, təbii oynamaq, onlayn deyil. Yəni ki, necə rusca deyirlər, "Здесь и сейчас". Hı hı. Yəni ki, bu, hisslər biz imенно bu vaxtı yaşadırıq. Bəli, Təbii səs, o heç mikrofon onu göstərə bil bəli. göstərə bilməyəcək. Biz görürük ki, insanlar az gəlirlər tamaşalara, operalara. Bu bəlkə bir balaca müddətdir. O sonra keçəcək, camaat yenə də nəsə təzə tapacaq. Təzə tapmaq üçün mən belə düşünürəm ki, opera ifaçılar, opera rejissorlar, aktyorlar, kim ki, operada iştirak eləyir, onlar nəsə təzə tapmalıdır, yol tapmalıdır. Yəni ki, camaata, bunu təklif eləsinlər, Hı hı. göstərsinlər. Как говорится, заманивать Hı hı. надо publiku. Ona görə mən belə düşünürəm ki, nəsə olacaq. Mən belə ümid eləyirəm. TikTok izləyirsiz? TikTok izləyirəm. Hı hı. TikTok izləyirəm. Bilirsiniz necə? Bu bekar olanda izləyirəm, baxıram. Həm də məndə məsələn TikTokdan məndə çox, videolar gəlir. Tarix üçün, kosmos üçün mən çox Hə, o xoşlayıram. Kosmos, planeti və, созвездие hamısını. Astrologiya kimi demirəm, yəni ki, bəli, astronomiya kimi. bəli. Astronomiya kimi baxıram, mən çox, bu belə videolar zövq alıram. Amma, hərdən birdən videolar, başqa videolar çıxır. Təzə n mən deyə bilmirəm müğənnilər. Onlar üçün çox böyük sözdür müğənni. Onlar müğənni deyillər. Çoxsu onlar indi videolar, çoxsu qızlardır. Kim ki, qısa yubkalar, belə, ona görə yəni ki, heç bunların barədə danışmaq istəmirəm. Onlar üçün onsuz da reklam üçün eləyirlər. Amma, yəni ki, tamaşaçılara, başa salaram ki, nədən söhbət gedir. Mən çox keyfim gəlir. İnsanlar bunlara, müğənni söz deyirlər, şou deyirlər. O şou deyil. Mən heç, yəni ki, sözün sözü deyən insanam.
mən buna deyərdim, oxuyan striptizlər, striptiz. Amma o müğənni deyə bilmirəm. Susacam, o pisdir. Susmaq olmaz, amma danışmaq da danışmaq onların barədə istəmirəm. Bundan əvvəl mən kimlənsə danışırdım, bizdə operada. Danışırdıq, yəni ki, bu barədə inanırsınız biz özümüzdən çıxırıq. Deyirəm, mən burada oxuyuram 3 saat. Yəni ki, məsələn, bu yaxınlarda mən Atellanı oxumuşam, Yago obrazı oxumuşam. Orada mənim musiqim bu tamaşa gedir 2 saat yarım. Bu tamaşada 1 saat yarım ancaq mənim oxumağımdır. Deyirəm, mən orada oxuyuram. Ondan qabaq mən məşq eləyirəm. Obrazını, məsələn, William Shakespeare piyesasını oxuyuram. Orada İtalyan dilində mən İtalyan dili bilmirəm, amma İtalyan dilindən bunun hamısını sözlər tərcümə eləyirəm. Yəni ki, tamaşaçılara, yəni ki, bunları göstərmək üçün, emosiyaları göstərmək üçün bunu hamısı işləyirəm. Bu işdir. Yəni ki, bu belə bir günlük, bir saatlıq iş deyil. Peki aylarla biz işləyirik. Burada camaat çıxır, heç oxumur mikrofonla. Bəlkə bu Öz səslədir. öz səs deyil, 100 100%. Həm də bəlkə o fonoqramma gedir və prosta ağzını açır, güya oxuyur. O bizim üçün təsir eləmir, amma biz biraz nervlənirik. O Im, Anton Fürştant, əməkdar artist, o kimdir ki? Mən onu tanımıram. Siz opera qulaq asmısınız. Siz operaya gəlmisiniz. Ona görə. Siz gedirsiniz belə bağışlayın, deməyəcəm yaxşı, amma başa düşəcəklər tamaşaçılar, başa düşəcəklər nə sözü idi. Barlara baxırsınız bu qızlara, buna da deyirsiniz bu sənət. O sənət deyil. O bilirsiz necə? Bəlkə məndən bundan sonra mənim necə deyirlər, qalmaqal bu sözlərimə görə bu elə bil ki, Kitayskaya podделка, geydirmə. Bəli, Amma mən bunu belə görürəm. bəli. Əgər bizdə bunu tələb eləyirlər, bunu şou kimi tələb eləyirlər, mənim daha sözüm yox. Məndə olmuşdu. Məsələn, səhnədə məndən soruşublar, sən ağlayırdın? Məndə bir dəfə yox, neçə dəfə lazım idi səhnədə. Ağlayırdım. Heç mən özümdən onu elə çox belə, yəni ki, çətinlik çəkməmişəm. Aha, mənim gözümdən yaş gəlsin. Orada musiqi mənə kömək elədi. Emosiya kömək elədi. Mənim ağlım mənə kömək elədi. Yəni ki, bir yerdə hamısını toplaşıb bunu, yəni ki, camaatlara, tamaşaçılara mən göstərdim onu. Siz gəlmirsiniz. Siz operaya gəlmirsiniz. Ona niyə? Necə məsələn, bu kofe şirindir yoxsa acıdır? Onu heç içmədən mən onu başa düşməyəcəm. Sən heç olmasa gəl operaya. Bəlkə sənə xoşuna gələr. Xüsusən də bizdə mənim xarici dostlarımla, xüsusən də Avropadakı dostlarımla biz qiymət belə deyim, müqayisə elədikdə biz teatr və opera tamaşalarına bilet qiymətlərində deyirdik. Fransız bir dostumun dediyi qiymətləri mən o qədər şokla dinlədim ki, orada həddən artıq bahadır və o açıq bir şəkildə dedi ki, bu belə deyim, aristokrat təbəqə üçün bir şeydir opera. Bəli. Azərbaycanda isə bizim qiymətlər o qədər ucuzdur ki, yəni bir insanın çölə çıxdıqda çöldə yemək yesə, ondan çox ödəyəcəyi bir pul. Bizim tamaşalara, bizim operaya olan qiymət, bilet qiyməti. Burada dediyiniz kimi aktyorun əziyyəti var, rejissorun əziyyəti var, səhnəni quraşdıranların əziyyəti, musiqiçi. Bir şey var ki, onu amma bizdə belə düşünürlər ki, onu göstərmək olmaz. Amma məncə göstərmək lazımdır. Yəni ki, o deyirlər ki, səhnənin arxası çəkilir. Onu göstərmək lazımdır. Niyə görə? Camaat başa düşsün necə, yəni ki, bu
1 saniyə, 1 saat, 1 dəqiqə, 1 ay yox, aylarla işləyirik. Bir tamaşa üçün aylarla işləyir. Neçə insan işləyirlər Bəli. bir yerdə. Bəli. Yəni ki, orkestr, 80 nəfər orkestr. Təsəvvür edin ki, yəni ki, o orkestr belə bir orqanizm kimi olmalıdır. Xor, Bəli. 60 nəfər, 80 nəfər xor. Bir orqanizm kimi o işləməlidir, oxumalıdır. O çox belə, inanırsınız, çox çətindir. Biz səhnədə məsələn oluruq, yəni ki, orkestrla, xorla, solistlərlə bir yerdə, mimanslarla bir yerdə olur 160 nəfərdən çox. Bir bir dəqiqə ərzində, 3 dəqiqə biz nəsə ansambl oxuyanda. Onu işləmək üçün o bilirsiniz necə ev tikmək, elə bil ki, ev tikirik. Və əslində bu ev tikməkdən çətindir. Niyə? Əlbəttə. Çünki ev Hər tikəndə insanın deyə bilərsiniz ki, stop bir dəfə Aha, də eləyək. Burası elə. olmadı, gəl sökək bir Burada dəfə stop də. yox da. Siz izləyiciyə bunu deyə Canlı gedir. bilməzsiniz. Canlı gedir, bəli. Eyni anda bir insan səhv elədi, getdi. Həm də o təsəvvür edin ki, bu insanlar üçün Yəni, kim ki məsələn deyəcək, yox, mənim üçün çətin deyil, mən çıxıram, oxuyuram, o çətindir. Hər insan orada səhnədə, həm də orkestrdə, həm səhnədə hamı bu vaxtı eyni zamanda stres keçirirlər. bəli. Niyə görə? У тебя necə deyirlər ki, у тебя нету права на ошибку. Hı hı. Yoxdur. Siz bir-biriniz üçün də məsuliyyət Ay daşıyırsınız sağ ol. əslində. Biz təsəvvür bu Otello-nu mən onu hiss elədim. Otello oxuyanda mən Yago oxuyanda mən oxuyurdum, ariyanı oxuyurdum, öz ariyamı. Monoloq Yago orada yazılıb. Mən oxuyanda mən hiss eləyirdim, mən orkestrla göz-gözünə baxırdım. Dirijorla göz-gözünə baxırdım. Biz elə bil ki, bir orqanizm kimi olmalıyıq. Bu çox çətindir. Niyə görə çətindir? Bu insanın öz həsiyyəti var, öz xarakteri var. Yəni mənim xarakterim var, ambisiyalarım var. Hər insanın orada oturanlar öz biz olmalıyıq bir yerdə. Çox çətindir. 25 ildir artıq səhnədəsiz. Bəs hələ də səhnəyə çıxmadan əvvəl qorxu, gərginlik hissi keçirirsiniz? Mən səhnəni çox xoşlayıram. Yəni ki, səhnədə elə bil ki, öz evimdəyəm. Mən elə bil ki, tələsirəm səhnəyə çıxmaq üçün. Tələsirəm. Mən o səhnənin arxasında, kulisdə dayananda mən istəyirəm, mənim vaxtımı biliyorum da, mənim musiqimdir. Yəni ki, mən bu musiqidə mən çıxacam səhnəyə. Tələsirəm tez səhnəyə çıxım. Tamaşaçılar görüm, orkestr görüm, xor görüm. Onlarla bir yerdə mən çox xoşlayıram. Məsələn, belə səhnələr olanda, mən tək oxuyanda, xor oxuyur, həm də orkestr, həm də tamaşaçılar. Mən istəyirəm çox gözlər mənim Üstünüzdə mənim üstümdə olsun. Ona görə belə demək olar ki, yəni həyəcanı mən keçirirəm, tez səhnəyə çıxım. Qorxu olur, əlbəttə olur. Ondan o səhnəyə çıxmaq yox, ondan qabaq olur. Yəni ki, ay bəlkə mən bu sözüm yadımdan çıxacaq. Sözlər niyə görə? Biz İtalyanca oxuyuruq, fransızca oxuyuruq, ingiliscə oxuyuruq, almanca oxuyuruq. Amma sizə deyim, rusca, Azərbaycanca çox çətindir oxumaq. Niyə görə? Oxuyursan birdən söz yaddan çıxacaq, cəmaət də başa düşür, rusca başa düşürlər, Azərbaycanca başa düşürlər. Heç bilmirsən ora nə söz tapacaqsan, qoyacaqsan. İtalyan dilində bəlkə nəsə ona oxşayar, İtalyan dilinə oxşayar bir söz ora qoyacaqsan, o qorxu var. Biz də insanıq, biz də kompüter deyilik. Ola bilər birdən nəsə olur. Niyə görə? Даже səndən asılı olmayaraq. Məsələn, sənin partnyor bir söz vaxtında oxumadı, yaddan çıxdı söz. Sən də bu olur ki, məndə də o neçə dəfə olub. Mən də çaşıb qalıram. Yəni ki, bu Otello'da deməyəcəm. Kim ki, mənim partnyorum düz sözü oxumayıb, bir vaxtında oxumayıb. Ona görə məndə tamaşada bir söz mən oxumadım.
başladım başqa, yəni Gecikmə olmasın deyə. gecikmə olmasın, vaxtında düşüm. Ona görə vaxtında düşüm. Ona görə olur. Bu qorxu var. Bəs səhnədə yaşadığınız ən böyük fəlakət nə olub bu 25 ildə? O! Belə çox belə fəlakət olmayıb. Fəlakət deyə bilmirəm. Olub bir söz yox, bir neçə sözlər yadımdan çıxıb. Amma olub bilirsiniz necə, məni xahiş eləyiblər. Mən 4-5 günə bir partiya hazırladım. Mən balaca partiya, yəni ki, bizim direktor mənə xahiş elədi, deyir, ona şey elə, bizə kömək elə. Dublyor yoxdur, xahiş elədilər. Mən də deyirəm, yox, eləyəcəm, problem yoxdur. Orada nə üzüdür ki, bilirəm çox deyil, amma orada bir neçə sözlər yadımdan çıxıb. Neynədiniz? Heç nə. Oxumadım. Prosta mən dayandım. Nəsə nə hərəkət elədim, amma oxumadım. İmprovizasiya çox. Hər tamaşada çox improvizasiya olur. Hə. Hər tamaşada. Niyə görə? Olur ki, niyə görə improvizasiya olur? Olur partnyorlardan asılıdır. Olur ki, xordan asılıdır. Məsələn, xor başqa cür dayanıb, sən də onların arasında keçməlisən. Olur, yəni o improvizasiya hər tamaşada. Bəzən olur ki, tamaşada neçə dəfə improvizasiya olur. Hətta bilirsiniz mənə nə maraqlıdır? Bəzən olur ki, tamaşalarınızda məsələn siz nəyisə atırsınız Hı hı. və o istədiyiniz yerə gedib düşmür. Yox, düşməyəcək. Və Heç və yox. yaxud da ki, məsələn siz Heç yox, atırsınız, heç siz yox. gözləmirdiniz ki, o yerə düşsün Düzdür. və siz lazımdır ki, siz indi başlayasınız onu yerdən yığmağa. Çünki səhnəni belə durmamalıdır da səhnə. Durmamalıdır. Belə olanda sizdə çaşqınlıq təbii ki, yarada Əlbət, bilər ki, əlbət. siz beyninizdə belə tutmamışdınız, belə xəyal Evet. eləməmişdiniz. Bu axırıncı tamaşada bizdə olub. Bir dənə elə bil ki, fincan qalıb, bakal, Hı hı. bir dənə də kuvşin qalıb. Mən də səhnəyə çıxıram, Pomres mənə deyir ki, bu səhnənin ortasında qalıblar. Orada sonra da xor çıxmalıdır. Yəni ki, onlar üçün mane olacaq. Orada da solist keçəcək. Hə. Anton, sən neyniyə bilərsən? Deyirəm, mən prosta bir dənə yox, mənə xahiş elədi, sonra mən Bunu səhnəyə sizin çıxdım. qulağınıza deyir də, səhnədə. Səhnənin arxasında, Səhnənin səhnənin arxasında, arxasında. hələ. Mənim çıxışım qabağında. Bəli. Mən indi çıxacağam səhnəyə, mənə dedi ki, orada qalıb görsən nəsə kömək elə. Deyirəm, kömək eləyəcəm. Amma çıxanda bilmirəm, yadımdan çıxıb bu barədə çıxdım, gördüm Kuvşin oxuyanda. Oxuyuram, deyirəm onu neyləyəcəm, nəsə eləməliyəm. İmprovizasiya oldu, mən oxudum. Bilirəm orada neçə saniyə pauza var. Mən qayıtdım, götürdüm onu, həmin orada belə emosional emosiya ilə bir yerdə mən oxuyurdum. Bu Kuvşini mən atdım kulisə. Wow. Dedim, ancaq belə kömək eləyə bilərəm. O birilər orada fincan, bakal, sonra o xor özü götürəcək, götürə biləcək. Amma bir dənə heç olmasa Kuvşini ata bilərəm. Belə atdım, deyirəm, bilmirəm, qırıldı, qırılmadı, ona doğru. Qonaq olmazdan əvvəl sizdən canlandırmağı ən çox sevdiyiniz obrazları soruşdum və siz mənə Pagliacci operasından Tonionu, Otello operasından Yagonu, Qara Toxmaq Qadın operasından Qraf Tomskini və Toska operasından Skarpia personajlarının adlarını çəkdiniz. İlk öncə niyə məhz bu dörtlünü seçdiniz? Birincisi bu 4 baritonlar üçün, mənim səsim baritondur. Baritonlar üçün ən sevdiyim, ən maraqlı, həm də başa düşürsünüz ki, belə Qraf Tomski demək olmaz ki, antagonist, zlodey. Amma belə onu da birləşdirər o qrupaya. Onlar hamısı
antagonistdir. Hamısı belə pis insanlar demək olar. İ o aktyor üçün yəni ki, bu rollar çox maraqlıdır. Yəni ki, həm də çox önəmlidir. Bunları göstərmək, bunları ımm, yaşatmaq, bunları tamaşaçılar göstərmək, necə göstərirsən, oynayırsan, onlar səni sonra nifrət eləsinlər, amma axırda sən səhnəyə çıxanda səni sənin üçün çox alqışlar olsun. Tutaq ki, даже onun Desdemona ilə, Othello ilə, başqa məsələn, Payaçı oxuyanda Tonio ilə çıxırdım, mənə çox alqışlar çox alırdım. Bəli. Dirijor deyəcək sən yaxşı oxuyursan, müəllim deyəcək yaxşı oxuyursan, pis oxuyursan, burada kontsmeyster deyəcək sənə. Amma axırıncı nöqtə, axırıncı Oçenkada Qiymətlər. Axırıncı qiymətləndirmə olur tamaşaçılardan sonra. Tamaşaçılardan Bəli. sənə. Sən nə vaxt səhnəyə çıxırsan, axırda Bəli. aplodisment o səhnəyə çıxanda sən başa düşürsən, bu yüksək qiymət. Bəli. Tamaşaçılar başa düşdülər. Sən nə göstərmək istəyirsən, sən nə onların üçün göstərirsən. Bəli. Nə qədər sizdən zəhləsi gedirsə, o qədər yaxşı eləmisiniz. Əlbəttə. Bəli. Məndə bir dəfə mənim çox belə yüksək qiymət idi. Mənim qızım mənə dedi ki, mən səni nifrət elədim. Yəni Anton kimi yox. Bəli. Bu Bəli. obrazı. Bizdə uşaq tamaşı var. Leonid Vaynşteyn yazılı bəstəkar Zoluşka. Orada mən o gey ananı oxuyuram. Bəli, O da bəli. pis insandır. Bəli. Təsəvvür edin ki, çıxıram səhnəyə, alqışlar mənim üçün çox eləyirlər. Bu çox çətindir ki, həm Əlbəttə, qadın həm qadın obrazı, obrazındasınız, həm də pis də. Həm də orada mən eləyirəm, gülməli Bəli, eləyirəm. bəli. Yəni ki, komediya kimi Bəli. eləyirəm, cəmaət də onu başa düşür. Çoxsu məsələn, bu yaxınlarda mənə kimsə mənə dedi ki, mən sizi tanıdım, siz Zoluşkada o gey ananı oxuyurdunuz. Deyirəm, bəli, mən oxumuşam. İndi gəlin bir-bir bu personajlara nəzər yetirək. Sizdən xahişim suallara Anton olaraq yox, Yox, başa düşdüm. həmən personaj olaraq cavab verməyinizdir. Gəlin başlayaq elə Toniodan. Tonio, Neba niyə sizi yox, Silvionu seçdi? Çox sadə. Cavab sadə olacaq. Niyə görə? Neba çox praqmatik insandır. O Toniyanı biz necə o çox ölməz operadır. Niyə görə? Yəni ki, bu vaxtda da belə olur. Neba başa düşür ki, Silvio cavandır. Silvio'nun bəlkə də pulu var. Tonio'nun heç nə yox. Həm də Tonio'nun əslində orada olmalıdır. Tonio'nun bədəndə nəsə problemlər var, yəni ki, fiziki problemlər. Həm də psixoloji problemlər var. Yəni belə əslində biz qrim eləməliyik insandır. Urodlivi insandır. Yəni ki, çirkin o insandır, amma mən onu başqa cür eləyirəm, yəni ki, psixoloji problemlər var. Mən onu çox yaxşı başa düşürəm. Silvio'nun cavan, birincisi, görünüşü yaxşıdır. Orada hamıdan cavandır Silvio, həm də gözəl insandır, belə görünüşü. Yəni, əslində, sadə, əsil kişi. Tonya da biraz baş çatmır. Biraz yoxdur, orada çoxdur. Ona görə onu çox qəşəng başa düşürəm. Ona görə Silvionu seçib, amma Tonya'nı seçməyib. Neda, Kanyo və Silvionu telefon kontaktınıza necə qeyd edərdiniz? Kanyo yazardım direktor. Kanyo direktor. Silvio var söz, var. Silvio соперник, Rusça. Silvio соперник.
Nə də krassotkana yəni. Belə. Nə də qarşı sevgi idi bəslədiyiniz, ya sadəcə sizi seçmədiyi üçün obsessiya yaranmışdı? Yox, sevgi idi. Sevgi idi. Birinci sevgi belki değildi ama eee, orada problem neden yaranır? O ne diye birinci insandır ki o kim kime deyib ki ben seni sevirəm. Hı hı. Ona göre. O yani ki yüreği onun için yüreği açıp Hı hı. o da onu deyib ki sen benim için adam, insan mən səni insan kimi baxmıram. Görürəm. Mən səni görmürəm insan kimi. Mən səni oyuncaq kimi Hı görürəm. hı. Üzüdür ki, səhnədə. Hı hı. Təsəvvür eləyin ki, o insanı həm də o insanın fiziki o psixoloji problemlər var. Onun üçün birdən-birə dəyişilir. Və O Tonio'nun fikri dəyişilir. O nə fikirləşir? Hı hı. Mən səni öldürəcəm. Hı hı. Nədən öldürür? Hı hı. Nədən öldürür? Silvionu öldürür. Öz əli ilə yox. Hı hı. Necə antagonist, yəni ki, mənim Tonio belə deyəndə bu 4 obrazından Tonio ən sevdiyim. Mən sizə dediyim, bəlkə siz baxmısınız Batman, Joker tanıyırsınız da, Hı hı. Heath Ledger Joker'ın. Mən o Joker'ın, Heath Ledger'ın Hı hı. Joker'ın mən onu yəni ona onunla bir yerə qoyuram. Hı hı. O Tonio obraz Hı hı. elə bil ki Joker'dir. Niyə görə? Onun aqressiya birdən-birə bilmədən belə baxanda yəni bu sənə deyib ki, mən də səni sevmirəm. Başı çönüb aq srazu aqressiya çıxdı. Srazu aqressiya həm də aqressiya necə çıxdı? O getmədi onun yox, onu zorla alıb, amma demədi mən səni öldürəcəm. Dedi mən səni öldürəcəm, amma öz əli ilə öldürmədi. Kanyonun əli ilə öldürüb. Hem de Canyon'un elini öldürüp hem de Sheilan'ı öldürüp. Ona göre o Joker'la bir yerde koymak olar. Hı Yani hı. o benim için hem de ben de biraz sir açacağım. Biraz Heath Ledger'dan biraz bir balaca nəsə götürdüm. Yəni ki, onu həmişə onu mən Tonio'nu hazırlayanda mən Heath Ledger'ın Hı Joker'a hı. baxıram. Orada nəsə götürürəm özüm üçün. Azərbaycan səhnəsində sizin kimi, sənətkarlar çox azdır, və Azərbaycanı seçib, Azərbaycanda qalmaq istəyən sənətkarlar da çox azdır. Bunun üçün də sizə çox təşəkkür edirəm ki, hələ də azərbaycanlı izləyiciləri, Azərbaycan səhnəsini daha doğrusu tərk etmədən sevərək bu qədər, hörmət eləyərək öz işinizə. Məncə indiyə qədər danışdıqlarınızın hamısının əsas bir səbəbi varsa, sizin, öz sənətinizə qarşı sevgidən çox hörmət eləməyinizdir. Hörmət eləyirsiniz ki, bu qədər vaxt Bəli, ayırırsınız. bəli. İnsanlarda trust issues yaradan Yaqonu bağışlamaq olar. Yox. Siz bilirsiniz, mən o piyesa oxuyanda, Şekspirin piyesası, Yagoya yox, deyə bilmərəm mən nifrətləmişəm. Niyə görə? Mən bu obrazı yaşatmalıyam, yəni ki, göstərməliyəm, yaratmalıyam. Ona görə mən nifrət eləməmişəm. Amma mən bir dəfə mənim fikrim var idi. Necə pis insan idi. Çox. Belə mən o belə öz əli ilə heç nə eləməyib axı. Hı hı. O belə məsələn kimisə öldürüb, o hamısını orada intriqa nə Hı yaranıb, hı. sözlər. Sözlərlə zəhərləyib. Həm də deyim o məsələn orada bir səhnə var, operaya qayıdaq. Orada bir dənə səhnə var. Danışır Casio nə yuxuda görüb. Onu demir zəhri Hı marifətlə. hı. Onu demir orada oxumur, demir ya, oxumur belə nifrətlə. Onu bilirsiniz necə göstərir? O yuxuda bir qız görüb, bir
kimisə o da o mənasını, yəni ki, Otelloya çatdırmaq istəyir ki, yəni ki, Desdemona'nı görüb. O belə danışır, belə oxuyur ki, elə bil ki, özü sevir Desdemona'nı. Mən də fikirləşdim, deyirəm, Çox pis adam. ты что за чудовище? Pis insan olmaq da sənət. Həm də deyək ki, satana deyil, yəni Lucifer deyil, adamdır. Orada onun, Iago'nun aryası, Iago'nun monoloq, o arya değil, o monoloq. Orada deyir ki, я такой, я вот такой жестокий, mən belə insanım, потому что ты меня создал как человек. Вот я человек, и я должен быть так. Belə sözlər deyil. Mən də Anton olaraq çox olursunuz. bəli. İ Ətə yenə də mən deyə bilmirəm ki, mən onu nifrət edirəm. Nifrət eləyə bilməm. Niyə görə? Mənim obrazımdır. Mən onu oxumalıyam. Allah qoysa mən onu neçə dəfə oxuyacağam. Eee, amma hər dəfə mən şokdayam. Deyirəm, bilirsiniz necə görə? Onu eləyir, yəni ki, bu insanları tanıyıraq, belə tamaşadan Bəli. götürsək də. Bu insanlardan bir yerdə belə demək, bizim dilimizlə çörək yeyib bir yerdə, hardasa gedib, yollar ay gedib, ha, bu bu insanları bir gün tanımır, bəlkə neçə illər tanıyır. Burada piyasada, Shakespeare'in piyasanın Rodrigo'nun elə bil ki, dostu kimi sayır Iago. Amma axırda onu öldürür. Bəli. Emilia'nı öldürür, öz həyat yoldaşı öldürür. Niyə görə? Emilia hamıya deməsin ki, hamısını Iago eləyir. Iago deyir orada birinci səhnədə deyir ki, Rodrigo'ya deyir ki, mən neçə dəfə müharibədə olmuşam. Mən neçə illər mən döyüşlərdə olmuşam. Amma üzr ki, mənim o stajım var da, yəni ki, mən hərbiçi kimi. Hı hı. Məni qoymayıb, onu qoyub. Və sizcə O haqlıdır? bir tərəfdən haqlıdır. Hı hı. Niyə görə? O Attila Kasya'nın dostluq eləyir. Desdemona Kasya'nın dostluq eləyir. Yəni ki, belə demək olar ki, yəni ki, Kasya bu rütbəsi tanışla o alıb. Ola bilər. Yəni ki, Hı. onun da fikirləşmək olar. Hı. Belə düşünmək Hı olar. hı. Piyasadan, operadan onu belə düşmək olar. Amma o haqlıdır. Amma Amma bunları eləməməli idi. bu insan kimi yox, amma başqa fərqli insanlar var. Hı hı. Yəni mən ümid eləyirəm ki, belə Iago kimi insanlar indi bu zamanda yoxdur. Amma heyf deyəsən var. Çox praqmatik insandır. Çox bilir kimə demək lazım. Çox diplomatik insandır. Niyə görə? Orada Attila ilə danışanda qulluqçu kimi danışır. Ona yaxın başa düşmür. Onsuz da orada yəni ki, onun vəzifəsi Attiladan aşağıdır. Amma o ilə deyir ki, mən sizi sevirəm. Mən sizin üçün hər şey eləyəcəm. Bəli. Danışır, üzüdür ki, belə danışır. Attila ona inanır. Hı hı. Ona hamı inanır. Bəli. O bilirsiniz, o ən qorxulu bir şeydir ki, belə insanlara inanırlar. Bəli. Kimə nə deyəcəyini çox yaxşı bilir. Bu Hə. bilirsiniz necə? Həm də bilir, o bilir ki, bu insan ondan nə gözləyir. Hı hı. Bu sözləri Bəli. çatdırır. Iago da tam olaraq dediyiniz kimi belə bir insandır ki, o heç vaxt öz istəyini onun eşitmək istədiyi formada Bəli, deyir. bəli. Buna görə də inanılır. İnsanların emosiyalarını birbaşa oyun. Həm də mən belə düşünürəm. O Iago çox yaxşı psixologiyada başın çıxırdı. Bilirdi nə həmin vaxtda nə demək lazım. Bəli. O insan. Momentini tutub. Aynen. Ən qorxulu insan tipidir. Hə, bəli. Amma ondan mən onu istəyərdim yəni ki. Amma məndə yoxdur da. Məndə bilirsiniz necə? Məndə
Hamı bilir ki, əgər mən insanı sevirəm, simamda yazılıb. Yəni ki, hamısı bilinir. Nifrət eləyirəm, yazılır. Ona görə məndə biraz çətin məsələ. Məndə Yagodan heç nə götürə bilmərəm. Əslində, sizə elə obrazdan kənar bu sualı vermək istəyirdim ki, şəxsi həyatınızda, yəni Antona yağ olub edən olubmu? Necə? Antona Aha, bir insan aha. Antona yağ olub edib, həyatınızda yağ olub, Antonun həyatında Aha. Olub. Deməyəcəm kim. Olub. İndi gələk Qraf Tomskiyə. Sizin də dediyiniz kimi əslində bu 4 obrazdan ən məncə fərqlisi Qraf Tomskidir. Çünki mən necə görürəm, mən düzdür bunun operasına baxmamışam, amma pyesi Aha. oxumuşam və çox qısa sizin canlandırdığınız yox, başqa YouTube-dan baxmışam parça-parça. Qraf Tomski mənə elə insan verir ki, onun öz həyatı var, onun öz Bəli. dünyası var. Hə. O çox qəribə bir xəyal Düzdür, dünyasında düzdür, ki, uçur. düzdür. Uçur. Yəni ki, onun üçün hər şey yaxşıdır, hər şey zordur. Nəsə olsa onun üçün heç nədir. Yəni ki, vecinə də deyil. Bəli. Əsas şey olsun. Danışıb gülmək olsun. Bayram, danışmaq, içmək, gülmək belə, yəni belə insandır. Bəli. Amma biz axırıncı dəfə bu tamaşanı biz də Azərbaycanda, Bakıda qoyanda rejissor Astraxandan gəlib, Aleksey Smirnov. O deyib ki, mən istəyərdim Qraf Tomski biraz şey olsun. Elə bil ki Mefistofel. Nəsə şeytanlıq, nəsə olmalıdır. Mən bu fikir mənim xoşuma gəlib. Yəni ki, dedim canlı sложное слово. Necə Canlandırma. Bunu demək istəyirəm. Canlandıracağam. Onu dedim, deyirəm belə oynayacağam bu rolu. Germana qarşı gaslighting taktikası işlətmisiniz, onu boş həvəslərlə doldurmusunuz. Əlbəttə. Orada bu 100% demək olar ki, onun üçün eləyib. O göstərib ki, yəni ki, sən get, orada 3 kart olacaq, yəni ki, 3 dənə kart olacaq. Yəni o 100%. Onun Tomskinin ariyası, baladası onun üçün, yəni ki, o da onu göstərir, danışır, hamısının özüdür ki, Germana çatdırır. Ona görə 100% o da Gaslighting. gaslighting. Yeah, gaslighting. Bəs bu Germanın Lisaya olan sevgisi sizcə gerçək idi, yoxsa o kartları öyrənmək üçün ona yaxınlaşırdı? Yox, o sevgi düz idi. Yəni o kartlar məsələsi niyə görə ortalığa Germanın pulu yox idi, belə deyək də, sadə dillə danışaq da, onun pulu yox idi. O da belə fikirləşirdi ki, Liza onu sevmir, amma pula görə sevəcək. Ona görə dedi ki, mən gedim orada kart oynayım qumarda, həm də pul qazanım, o da mənim həyat yoldaşı olsun. Ona görə biraz o deyir, sevgi var idi. Liza sevirdi onu. Germanı sevirdi. Qara Toxmaq Qadın Netflix serialı olsaydı, Qrafı kim canlandırmalı idi? Hollywooddan təbii. Qraf Tomskinin. Çox qəşəng sualdır. Yox, əlbəttə mən istərdim özüm oynayım. Başa düşürəm, Netflixdən mənə çağırmayacaq. Bəs Hollywooddan kimin oynamasını istərdiniz? Kimi görürsünüz Qraf Tomski kimi? Hollywooddan Qraf Tomski. Qraf Tomski
Robert Downey-mладший, amma biraz 10 il bundan qabaq. Cavanlıq Da, versiyası. belə cavanlıq versiyası. Robert Downey-mладший, sonra, Banderas yox, Banderas yox, yox, Banderas yox. Ola bilər Bruce Willis, həm də cavanlıqda. Gənc Scarpiyaya Hı hı. keçək. Siz daha fərqli insan olsaydınız, Toskanın sizi sevmə ehtimalı var idi. Bəli. Amma Scarpia kimi əgər, siz belə, Scarpia'nı Scarpiya kimi Scarpia cavab kimi, verin, bəli. əlbəttə. Niyə görə? Scarpia çox o, o belə tutaq ki, yəni ki, bizim vaxtımızda baxaq da, Scarpia belə insandır ki, o istəyir, amma əgər yaxşı insan olsa, həm də operadan deyəndə mən Scarpia'nın advokat deyiləm, mən indi Scarpia kimi danışsam. Scarpia sevir, bizim vaxtımızda olsa, sevir ən qəşəng maşın olsun. Sevir ən qəşəng kostyum olsun. Belə Gucci, Armani, kişilər Tom Ford bilmirəm. Reklam deyil. Yəni ki, istəyir həm də onun qəşəng saatları olsun. Yəni ki, özünə baxan kişidir. O Scarpia'dan danışsaq, Scarpia kimi, o mən heç deyə bilmirəm o pis insandır. Niyə görə? Scarpia yaxşı insandır. Bir şərtlə. Sonra nə baş verib? O elə bil ki, belə demək olar ki, onun həyatında improvizasiya oldu. Amma belə o öz işini eləyir, düzdür ki, dəqiq eləyir, yaxşı eləyir. Bu boyda vəzifəsi alır. Öz işini bilir, həm də yaxşı eləyir. İdarə də eləyir. Belə baxanda adama nə lazımdır? Öz işini bilsin, eləsin, maaş alsın, onun hamısını ətraflı insanlar onu qorxsun, həm də orada yəni ki, o начальник tayini polisiya, yəni ki, bu polisin ən böyük insandır, Başçısı. yəni başçısıdır. Ona görə mən pis insan kimi onu görmürəm. Mən Scarpia yaxşı insandır. Prosta belə в течение обстоятельств belə oldu ki, həm də o bilirsiniz necə, affekt da, o da чувство affekta da. Onu eləyib ki, yəni birdən-birə onu başına gəlib ki, o belə elədi. Yəni ki, onu almaq üçün, bu Toskanı almaq üçün mən belə eləyəcəm. Mən öz vəzifəmi mən istifadə eləyəcəm. Mən də onu baxıram, yəni ki, belə o pis deyil. O insan, o sadə insandır. Belə də insan həmişə belə özünü belə göstərəcək. Hı hı. Scarpia kimi bizim zamanda çox, Çox. çox. Scarpia məsləyindən istifadə edirdi deyirdiniz. Hı. Bəs Scarpia Tanrıya inanırdı ya ondan da istifadə edirdi? Tanrıya inanırdı. O çox inanırdı, həm də çox belə demək olar ki, dindar insan idi. Amma amma dindar insan üçün öz vəzifəni istifadə eləmək üçün məncə qorxulu deyil. O bilir ki, o istifadə eləyəcək. Niyə görə istifadə eləyəcək? Yəni ki, o Toskanı almaq üçün. Həm də istifadə eləyəcək, siz bilirsiniz də, katolik, xristian, belə deyim, xristianlıqda şey var, isповедь. O bilir ki, mən sonra kilsəyə gedəcəm, keşişəyə kilsədə deyəcəm, hamısının günahları deyəcəm, mənim günahlarım silinəcək. Həm də inanır ki, mən yaxşı insanam. Hı hı. Kilsəyə gedirəm, məsələn, öz işimi eləyirəm. Başa düşürəm, mənim işimdir. O kim məsələn, belə demək, dövlətin düşmənlərdən haqlı çıxartmaq.
Hı hı. Necə çıxardıram o mənim işimdir. Həm də öz əli ilə heç nə eləmirəm. Hı hı. Öz əli ilə heç nə eləmir. Bəli. Bu sizin obrazların deyəsən ümumi cəhətidir ki, heç biri öz əli ilə heç nə Bəli, eləmir. bəli. Onları birləşdirən Bəli. budur. Hər dəfə inanırsınız, hər dəfə oynayanda, Scorpion oynayanda, yəni ki, Scorpio bir-birinə oxşamır. Hı hı. Hər dəfə mən fərqli onları oynayıram. Hı hı. Yəni ki, bugün məsələn, bugün başqa Scorpiodur, sabah başqa Scorpio, o birisi gün başqa Scorpio. Bəli. Bir sənətçini əslində usta eləyən şeylərdən də biri budur ki, özü də durmadan yeniliklərə cəhd eləsin. Bayaq Bəli. biz də deyəsən podkast biz əvvəlcə də danışmışdıq, yəni ki, inkişaf edir. Bəli. Hər obraz mənlə bir yerdə inkişaf edir. Bəli. Bəli, bəli, bəli. O Kağızın üstündə yazılan yox da, Anton onu necə görür? Bəli. Onu eləmək lazımdır. Çünki siz birinci onu oynamadan əvvəl siz izləyici olmalısınız və Bəli, necə izləyici. görməli Bəli, bəli. olmalısını istədiyiniz formada onu Bəli, göstərməlisiniz. amma obrazı hazırlayanda izləyici kimi yox. Mən onu öz hisslərlə onu Bəli. yaşadıram. Yəni o hərdən birdən o çox çətindir. Yəni mən məsələn bu həyatda mən bunu eləməmişəm. Onu canlandırmaq çox çətindir. Bəli. Bəs çətin olur roldan çıxmaq? Yəni Çıxmaq səhnə bəli. qurtardı, Yox, pərdə əlbəttə, bağladı. əlbəttə çox çətin. Sizə çətin olur, hə? Hələ də o Mən qalır. 2 gün operanı Otello-nu oxudum. Mən hələ ki səhər dururam, oxuyuram. Hı hı. Özünüzü Oxuyuram. bəs elə Iago kimi hiss eləyirsiniz? Bəli. Demək istəmirdim amma düzün deyim, yəni ki, Jestləri jestlər, falan. hərəkətlər, mən hamısını edirəm. Mən on işdən məsələn evdən gəlirəm işə, bu barədə həmişə fikirləşirəm. Mənim yoldaşım bilir ki, mən nəsə rol hazırlayanda həmişə mənim bu ağlımda fikirlər gəlir, yəni ki, mən bu barədə güzgün qabağında mən göstərirəm, bunu belə eləyim, bu necə baxım. Bu bilirsiniz necə? Həm də təsir eləyir. Nə orkestrdan mənim dostlarım da, iş yoldaşlarım deyirlər ki, gözündən görsənir. Yəni ki, sən necə onu oynayırsan, gözlərindən o plamyada od çıxır. Ona görə onu eləmək üçün işləmək lazım. Ancaq fikirləşmək, işləmək, oxumaq. Yəni Elə belə onu eləmək olmaz. Niyə görə mənə tamaşaçılar mənə baxırlar. Mən ответственный, yəni ki, mən məsuliyyətliyəm. Yəni ki, mən tamaşaçılara nə göstərəcəm? Bəli. Bəs indi qarşınızda Toska oturmuş olduğunu düşünsəz, ona nə demək istəyərdiniz? Deyim sizə, niyə görə? Toska Scorpion'un dostular. Yəni ki, ondan qabaq dostdular. Scorpio kimi deyə heyf sən mənə vermədin, demədin. Gərək sən mənlə bir yerdə olardın. Yəni ki, başa düşürəm. Kavaradosunu sevir, amma Scorpio kimi. Anton kimi yox, Scorpio kimi deyərdim. Mən varam axı. Kəş bir yerdə olardı. Kəş bir yerdə olar. İndi qısa cavablar hissəsinə keçirik. Çətin məsələdir. Biraz çətindir. Sizə ünvanladığım sualları ağlınıza gələn ilk cavabla mümkün qədər tez və mümkün qədər qısa cavablamağınızı xahiş edirəm. Canlandırmaq istədiyiniz rol? Iago. Canlandırmışam Iago. Qısqandığınız sənətkar? Hitlerci.
ən sevdiyiniz opera cütlüyü və ən red flag opera cütlüyü? Ned de Silvio olmalıdır 100%. Atilla Desdemona. Özünüzə gerçək həyatda hansı personajı partnyor olaraq seçərdiniz? Partnyor kimi? Of. Partnyor, onlar operadan yox. Okay. Beşinci element bu yadımda değil. Luna, neyse adı var belə. Mila Jovovich Hı oynayırdı -hı. onu. Dünyaca məşhur sənətçi olmağa layiq olduğunuzu düşünürsünüz? Bəli. Bəli, ambisiyalar var, bəli. Böyle qəşəng bəli dediniz ki, ləzzət. Ləzzət elədi. Adam o ləzzət elədi. Səhnədə olmağı haqq etməyən sənətçimiz var. Var. Demeyeceğim kimi. Çoktu. Həyatınızda ən epik anlarınızda arxa fon musiqisi kimi hansı musiqini seçərdiniz? Diyeceğim. Бэтмен Возрождение. Да. Темный рыцарь Возрождение. O musiqi Hans Zimmer yazıb. Çox xoş deyirəm. Ən sevdiyim. Aldığınız ən qəribə pərəstişkar mesajı hədiyyəsi. Of. Hediyesi yok. Yok. Hediyeler kişiler üçün yaxşıdır. Bir dənə mənə hədiyyə veriblər. Veriblər hədiyyə, amma dedi ki, sizi öpməyəcəm. Çox belə. Yaxşı öpməyin. Mən də sizi öpməyəcəm. Mən də heç soruşmamışam, yəni ki, tələb eləməmişim. O biraz oldu ya. Bir dəfə belə. Gəlin biraz operanı, daha doğrusu operanı yox da, bir tamaşanı məhkəməsini quraq. Bu da Il Tabarro operasındır. Siz burada Mikeleni canlandırmısınız. Buna görə də onun məhkəməsində onun vəkili olaraq çıxış etməyinizi istəyərdim və sualları da elə bu vəkili kimi cavablandırarsınız. Baxaq ki, siz Mikeleni qurtara biləcəksiniz, yoxsa yox. Giorgetto'nun ona xəyanət etdiyini nə vaxtdan bilirdi? Niyə susurdu? Baş verənlər plan idi ya ani qərar? Plan yox idi. Plan yox idi. Birdən belə plan cızıb onu öldürəcək. Bu da spoiler. Operanın spoilerı. Həm də niyə görə susurdu? Tamaşaçılar bilir, onların uşağı var idi. O da ölüb. Fikirləşirdi bəlkə nəsə onun ürəyində nəsə sakit olacaq, Giorgetto'nun sakit olacaq. Kəşke onlar ayrılardı. Bunu yəqin daha doğrusu yaxşı olardı. Amma susurdu məncə görə bəlkə dedi ki, nəsə Giorgetto nəsə başa düşər öz Luigi ilə. O başa düşər də o Luigi ilə sevildi. Giorgetto'nun başa düşmək olar. Giorgetto orada sevgi axtarırdı. Tapıb cavan oğlanı. Luigi onunla deyəsən bir yaşlıydı. Ona görə Michele biraz onlardan yaşlıydı. Ona görə susurdu. Biraz çətin məsələdir. Ondan vəkil kimi çox belə tərəfini saxlaya bilməm. Amma haqlı idi. Heç olmasa Giorgetto onu deyərdi, bəlkə danışardılar. Deyərdi, mən məsələn səni sevmirəm. Mənim sevgim keçdi. Mən Luigi'ni sevirəm, mən o ilə qaçmaq istəyirəm. Bəlkə danışardılar. Məncə Michele'nin o yandırırdı ki, onlar bunu gizlincə eləyirdi. Başa düşürəm ki, qaçmaq istəyirdi o. Heç kim deyə bilməz ki, mən qaçıram. Kəşke danışsaydı. Bəs o sona yaxın balkonda Luigi'ni qəsdlə gözləyirdi və Pipo yandırmaq siqnal idi, yoxsa təsadüf?
O siqnal idi də. Başa düşdü ki, belə siqnal olacaq, bəlkə eşitdi, məncə eşitdi. Bu siqnal belə olacaq. Ona görə göstərildi. O gözləyirdi. Orada plan idi. Uje yəni ki, bu operanın axırında uje plan idi. Bəs Luigi'nin etirafı necə hiss yaratdı? Rahatlama ya qəzəb? Rahatlama. Michele'ni qurban kimi görürsüz ya günahkar? Yəni ki, ikisi də bir dəfə orada işləyir. Amma o çox belə yəni ki, 100% demək olmaz ki, amma yarı-yarı. İkisi də demək olar. Okey. Bəs Luigi cəsədini öpmək üçün niyə plaşı seçdi? Georgiev də onu göstərəndə necə reaksiya verməyini gözləyirdi? Plaş niyə görə ki, plaş vaxt var idi. Bu plaş onlar birləşdirirdi. Biz havada belə onlar təzə görüşəndə bu plaşla bir yerdə bağlayırdı. Yəni ki, elə bil ki, göstərirdi bu ailə bütövlük Bütövləşdirir. çox çətin sözdür. Yəni onları bütövləşdirən şey onları ayırır. Bəli. Çox Onu əslində göstər. O Mikele onu göstərmək istəyir. çox əslində necə deyim, həm psixoloji, həm də biraz Həm- fəlsəfi bir yaxınlaşırdı. Bu sual artıq Michele'nin özünə ünvanlanır. Həmən gecəyə qayıtsam nəyi dəyişər? Əgər mən dəyişsəydim opera olmazdı. Okay, çox məntiqli. Okay, çox məntiqli. Çox sağ Həm olun. də məntiqli, həm də pozitiv. Həm də pozitiv, düzdür. Bəs sizcə Michele'ni qurtara bildiniz məhkəmədən? Yox, Alın. məncə yox, alınmadı. Biraz çox çətin Nə məsələdir. yaxşı ki, onda advokat olmamısınız. Bəli, yox, mən- olmamısınız. Amma vaxt var idi uşaqlıqda mən advokat olmaq istəyirdim. Məncə çox böyük şey itirər. Azərbaycan sənəti çox böyük şey itirər. Bəli. Təsəvvür edin ki, kimsə heç vaxt opera dinləməyib və bu gün sizdən yalnız bir fikir eşidəcək. Opera haqqında ona nəyi başa salmaq istəyərdiniz? Başa salmaq istəyərdim, opera çox çətin sənətdir. Orada neçə nəfər, yəni ki, 10 nəfər yox, 20 nəfər yox, 100 nəfərdən çoxdur. Bir yerdə bir orqanizm kimi işləyirlər. Onu baxmaq çox, yəni ki, zövq almaq çox, həm də burada musiqi var. Musiqi şedevrlar var. Yəni ona bir dəfə heç olmasa yaxşı tamaşasını baxmaq lazımdır. Həm də yaxşı musiqini qulaq asmaq lazımdır. Sən başa düşəcəksən. Operaya gəlmək lazımdır. Operanı dəstək eləmək lazımdır. Operanı sevmək lazımdır. Opera bizə lazımdır. Çox sağ olun, çox təşəkkür edirəm. Verilişi bitirməzdən əvvəl sizə bu qədər sual vermişəm. Düşünürəm ki, siz də bəlkə mənə bir sual vermək istəyirsiniz. Varmı mənə bir sualınız? Var. Mən də yazmışam. Yaddan çıxmasın. Siz mənə demişdiniz ki, bir insan kim sizə deyib ki, siz Antonla podkast eləyirsiniz. Anton Fürştand. O da soruşub ki, siz ona izah elədiniz ki, o opera müğənni, opera ifaçısı. Siz də ona da dediniz ki, opera ifaçıdır. O da qayıdıb deyir ki, o kimdir? Heç mən tanımıram da. Onu, bu insanı, həmin insanı siz mənim tamaşaya, Anton kimi, mənim tamaşaya dəvət eləyəcəksiniz. Baxsın, tanısın kimdir, kim Anton kimdir. Buradan onda məncə cavabımı həm sizə, həm ona ünvanlayıram. Mən çox istəyərəm əslində ki, tək həmin dostumu yox, bütün hər kəsə sizi Azərbaycan sənətkarı kimi təqdim eləmək və məncə mən burada sözümü verim. Həmçinin o da söz versin ki, gələcək və mən çox istəyərəm, çox təbii ki, böyük bir həvəslə onu gətirərəm sizə tamaşaya. Və deyərəm ki, bax, Anton budur. Antonu tanımırsansa sən utanmalısan.
Mənə çox maraqlıdır. Mən Nə deyəcək? nə deyəcək, həm də mənə çox maraqlıdır. Yəni, o nə vaxt baş tutacaq? Belə deyim, onda mən sizə öz emosiyalarınızı göstərən bir videoda göndərəcəm. Oldu, Şəkil oldu, göndərəcəm oldu, ki, onu oldu, düşünün. oldu. Razıyam. Sizi harada tapa və fəaliyyətinizi necə izləyə bilərlər? Mən Instagramda varam. TikTokda varam, amma TikTokda belə çox istifadə eləmirəm. Instagram, Facebook, Anton Fırştant. Və təbii ki, opera və balet. Opera və bəli, opera, balet, əlbəttə səhnədə. Filarmoniyada mən konsertlərdə iştirak eləyirəm. Nəzakət göstərib gəldiyiniz üçün bir daha təşəkkür edirəm. Çox sağ olun. Mən də sizi təşəkkür edirəm. Çox sağ olun. Mən çox gözəl vaxt keçirdim. Ümid edirəm siz və dinləyicilərimiz də eyni fikirdəsiniz. Əlbəttə. O sözsüz. Bizimlə olduğunuz üçün təşəkkür edirik. Əgər bugünkü söhbət sizə ilham verdisə, sizi düşündürdüsə və ya operaya maraq oyatdısa, bu epizodu operanın ona görə olmadığını düşünən biri ilə paylaşın. Sənətlə qalın. Çox sağ olun.